Qısa reklam fasiləsinin ardınca yenidən ayın istifinin də gəlsin meydandayıq. 18 dəqiqə işləyib hal-hazırda 11-ə Bakı vaxtı ilə və vurğulamaq istəyirəm ki, bu çempionatın finalı fevral ayının 14-ü, şənbə günü. Axşam saat 10-dan 12-yə qədər ayın istifin efirində olacaq və finalda iki iştirakçı üzrə gələcəklər. Fariz Bərdə və Zirəli balası Mir Fərid. Kim olacaq çempion, kim qalib olacaq, kim əsas mükafatı qazanacaq? Bunun məsələsi siz şənbə günü canlı efirdə öz dəstəyinizlə müəyyən edəcəksiniz. Zalda bu meydanın hər üzünü görmüş meyxana ustadları əyləşir. Birinci çempionatımızın fəxri qalibi Aydın Xırdalanlı, Rəşad Dağlı onun yanında əyləşib. Bəx Oqtayı görmədim. Oqtay, üzr istəyirəm, səni də salamlayıram. Yəni, keçən ilki bizim çempionumuzdur. Mahir Cürət, Ələkbər də buradadır. Yəni, bax, bu gənclərin çıxışını dediniz. Yəni, sizin dövrünüzdə olan sözlər və bu sözlər, yəni, nə kimi fərqlər var? Buyurun, Rəşad, səndən başlayaq. Buyur, qardaş. Nə kimi fərqlər deyəndə ki, Yusuf, elə də mənim bu gənclərlə mənim aramda elə də yaş fərqi yoxdur ki, mən onların sənətini qiymətləndirməyə özümdə cürət tapım. Yəni, elə də səmimi də etiraf edirəm, elə də böyük fərq görmürəm. Çox böyük zövq aldım Əlşanın da meyxanasından, Rəşadın da meyxanasından. Bu yarışda iştirak edən digər iştirakçıların bəzilərindən də xüsusi zövq alıb, yəni efir vasitəsilə izləmişəm yarışları. Uğurlar arzulayıram hər birinə. Aydın da hər halda yəqin ki, öz sözünü, fikrini deməyə özündə Mahir Cürət tapacaq. Buyur Mahir, sözü belə izlələ. Mən də salamlayıram bütün xalqımızı, bizi televizyon izləyənləri. Yəqin ki, bizim gözəl münsiflər heyətimiz, həmkarlarımız bu yarışa ilə əvvəldən məsləhətli söz bazaran şairləri, gəncləri seçiblər. Fərqə qalanda mən də Rəşadın sözünə qoşularam. Yəni, böyük belə fərq olmaz. Yəni, fərqi də, yəni ki, xalq özü bilir. Biz özümüz hər vaxt izləyirik bu deyəsini, meyxanları və elə xüsusda Arifin gözəl qəzəllərini, feyziyab oluruq. Və ilk növbədə Aynisə hər vaxt biz borcluyuq və minnətdarıq ki, sağ olsun ki, bugünə qədər bizim sənətimizi dəstəkləyir və bu yerə qədər gətirib çıxartır. Bu qədər. Sağ olun. Aydındır. Hər halda Aydındır deyəndə sözü Aydına vermək istəyirəm. Çünki ilk yarışımızın çempionu məsələ Aydın olmuşdu. Aydın, axşamın xeyir. Hər vaxtın xeyir. İndi sən nə deyərsən, yəni bu gənclərə? Yaş fərqi çox deyil, bilirəm. Onu demək istəyirəm. Ümumiyyətlə belə baxanda Yusuf, yəni meyxanaya lap qədimdən indiki vaxtı götürəndə, bir 30 il, 40 il bundan qabaq indiki ilə götürəndə, indi inkişaf böyükdir, ümumiyyətlə. Meyxana barəsində inkişaf çox böyükdir, amma bizim sənət, biz inkişaf mərhələsində düşmüşük. Özümüz də, indi bu gənclərin özü də, elə mən də olan hadisində olmaqla, biz onun elə vaxtına düşdük ki, indi lap inkişaf eləyib, yəni düzdür, çoxdur deyən. Bu onu göstərir ki, yəni sənətlə maraqlanan çoxdur, istər-istəməz inkişaf da çox olacaq. O qədər də fərqimiz yoxdur, yəni. Aydındır. Hər halda ötən ilki çempion, yəni 2001-2008 çempionun arasında yəqin ki, fərqi var. Sözü Oqtaya vermək istəyirəm. Oqtay, xoş gördük və sən nə deyə bilərsən? Xoş gününüz olsun. Biz də salamlayırıq münsiflər heyətimizi, ümumiyyətlə bizi izləyən bütün xalqımızı salamlayırıq. Ümumiyyətlə, Yusuf, biz bu meyxana yarışmasına baxanda xüsusilə zövq alırıq. Bəzi adamlar var ki, onlardan xüsusən zövq alırıq. Münsiflər heyəti də həqiqətən bilib bura kimi seçib. Bugünkü yarışmada da ki, biz bunları doğrudan da tanıyırdıq, el şənliklərində rastlaşırdıq. Elə bir fərq yəni görmürük. Dedilər, eşitdilər, bir-birindən söz dedilər, söz aldılar. İnşallah insan nə yaşı ilə, nə boyu ilə böyümür, siz də böyüksüz. Sizə də uğurlar arzulayırıq, müvəffəqiyyətlər arzulayırıq. İndi isə sözü verim Ələkbərə. Ələkbər, mənə gəlir ki, sən deməyə sözün olacaq. De gəlsin. Mən də bütün həmkarlarımın sözləri ilə şərikəm. Ən birinci bütün burada əyləşən meyxana ustadlarını, tamaşaçılarımızı, bizə baxan tamaşaçıları salamlayıram. Qaldı ki, fərqə mən doğrudan da fərq görmürəm. Fərq burada ancaq olan sözündə ola bilər. Orada da maşallah xalqımız bu yerə kimi gətirib çıxardıbsa, hər ikisinə erişəni də Rəşad qardaşımıza və digər iştirakçılarımızı deməli, xalqın gözü tərəzidir. Mən onlara bir xoşbəxtçiliklər var ki, belə dəyərli münsiflər heyətinin qarşısında onlar imtahan veriblər. Biz də vaxtı ikən Allah rəhmət etsin Ağasəlim Çıldağı, Həkim Qəni, Baba Pünhanın,
elə Kərim qardaşımızın, Ağa Mirzənin, yəni qarşısında biz də bu çətinliklərdən keçmişik, ələnmişik, imtahan vermişik. Bu günlər siz də xoşbəxtsiz ki, bu cür gözəl sənətkarların qarşısında imtahan verirsiniz. Uğurlar. Oyun olsun inşallah siz orada oturub gələcək nəsilə inşallah qiymət verirsiniz. Sağ olun. Bir şey də vurğulamaq istəyirəm ki, adətən ustadlar tələbələrini nəyisə örgədəndə həmişə bir dənə, iki dənə fənni gizli saxlayırlar ki, sabah bir də gördüyündə dünyanın işini bilmək olmaz. Hansısa tələbə üzünə ağ olanda o fənlərdən istifadə eləsin. Bir dənə balaca sirr açmaq istəyirəm hörmətli televiziya tamaşaçılarına ki, ustadlarla super bir layihə hazırlanır. Yəni o layihənin nə cür olduğunu, haçan başladığını zalda əyləşənlər və digər meyxana ustadlarının hələ xəbəri yoxdur. Odur ki, onu bax balaca belə bir anons elədim ki, bundan siz mütləq xəbərdar olacaqsınız. Hal-hazırda isə bax zalda əyləşən ustadlarımız Rəşadı Aydını, Mahiri, Oqtayı, Ələkbəri dəvət edirəm, bax, durun bu meydana. Bax, indi, bəli, ola bilər sizin üçün balaca bir sürpriz olsun. Sizə bir dənə qafiyə deyəcəm və o qafiyəni siz deyin burada zəhmət olmasa. Buyurun bu meydana, buyurun, buyurun. Bəli, durun, hər halda sizi yaxşı-yaxşı görsünlər, bir boy puxunuzu, sözünüzü. Aydın, buyur sən də, Rəşad, sən də qardaşım. Boy buxunum var, görsünlər. Hə, yaxşı. Bax, indi, hələ vaxtımız kifayət qədər var. Odur ki, qafiyəmiz də gələcək bir planlarımızla bağlı olsun. Qafiyə belədir. Hələ qabaqda rəqabət görəcəksiniz. Eşitirsinizmi, hörmətli ustadlar? Hələ qabaqda rəqabət görəcəksiniz. Kimi sevəcək cəmaət görəcəksiniz. Buyurun, de gəlsin. Hə? Sol. Hələ qabaqda rəqabət görəcəksiniz, kimi sevəcək cəmaət görəcəksiniz. Hələ qabaqda rəqabət görəcəksiniz, kimi sevəcək cəmaət görəcəksiniz. Kimi sevəcək cəmaət görəcəksiniz. Hələ qabaqda rəqabət görəcəksiniz, kimi sevəcək cəmaət görəcəksiniz. Yusif veribdir bizə bir qafiyə, biz heç vaxt oxşamırıq bir dahiyə. Fikirləşib Yusif tezə lahiyə, bu sənətdə qiyamət görəcəksiniz. Bu sənətdə qiyamət görəcəksiniz. Hələ qabaqda rəqabət görəcəksiniz, kimi sevəcək cəmaət görəcəksiniz. Yenə bu gecə tapıldı ilham süzi, ilahi xaliq yaradıb tam süzi. Aya nə seyləyəcəkdir reklam süzi, bu yay çalan ziyafət görəcəksiniz. Bu yay çalan ziyafət görəcəksiniz. Hələ nə qədər rəqabət görəcəksiniz. Kimi sevəcək cəmaət görəcəksiniz. Kimin bir də verdi burada səs-səsə, kimin yeddidə də eylədi nəsə, kimin 9-dur gəlmişik aynəsə, həmişə bizdə sədaqət görəcəksiniz, həmişə bizdə sədaqət görəcəksiniz, hələ qabaqda rəqabət görəcəksiniz, kimi sevəcək cəmaət görəcəksiniz. Bir-birimizi meyxana ilə sıxıcıyıq, nə badə görəcəksiniz ki, karıxcıyıq, İnşallah biz də aynəsə çıxıcıyıq, əsl sənəti nəhayət görəcəksiniz, əsl sənəti nəhayət görəcəksiniz, kimi sevəcək cəmaət görəcəksiniz, kimi sevəcək cəmaət görəcəksiniz. Mən sənə vurulmuşam bir bağışda, mən sənə bir söz deyirəm baxışda, süz bizi sev söz əgər bu yarışda, qarşılıqlı məhəbbət görəcəksiniz, qarşılıqlı məhəbbət görəcəksiniz, nərim nəhayət görəcəksiniz. Gör neçə ildir gəlmişik dövrana, Allah bizi qismət edib meydana, həm qəzəl deyəcəyik, həm də meyxana, hər janrda hekayət görəcəksiniz, hər janrda hekayət görəcəksiniz, kimi sevəcək cəmaət görəcəksiniz, hələ qabaqda rəqabət görəcəksiniz. Bizim bu imtihana ümid qalıbdı, bilinmir heç hayana ümid qalıbdı, ancaq imam zamana ümid qalıbdı, tək o gəlsə ədalət görəcəksiniz, tək o gəlsə ədalət görəcəksiniz, hələ nə qədər Rəqabət görəcəksiniz, kimi sevəcək cəmaət görəcəksiniz.
Yusif keçib layihənin təməlinə, mən də onun arxayınam əməlinə. Düşsöz orada Rəşad Dağlının əlinə, sağalmayan xəsarət görəcəksiniz, sağalmayan xəsarət görəcəksiniz. Hələ qabaqda rəqabət görəcəksiniz, kimi sevəcək cəmaət görəcəksiniz. Məni tanıyır Rəşad bütün cəmaət, eləməqindən gəlmənlə ədavət. Rəşad Dağlıya mən yetirim xəsarət, iç xəbərdə cinayət görəcəksiniz, iç xəbərdə cinayət görəcəksiniz. Kimi sevəcək cəmaət görəcəksiniz. Ələkbərin çox böyükdür iştahı, göyləri yandırır məzlumun ahı. Düzdür belə görmək olmur Allahı, onu elə söz ibadət görəcəksiniz, onu elə söz ibadət görəcəksiniz, qarşılıqlı məhəbbət görəcəksiniz. Rəqiblərimi hər yerdə gözləyəcəyəm, 50 deyən olanda 100 deyəcəyəm. Mən yarışda əruzla söz deyəcəyəm, 50 cürə siyasət görəcəksiniz, 50 cürə siyasət görəcəksiniz. Kimi sevəcək cəmaət görəcəksiniz, kimi sevəcək cəmaət görəcəksiniz. Alovun alışmağı üçün köz gərəkdi, şair deyə bir fəri söz gərəkdi, görmək üçün daxili göz gərəkdi. Süzdə olsa bəsirət görəcəksiniz, süzdə olsa bəsirət görəcəksiniz. Hələ nə qədər rəqabət görəcəksiniz, kimi sevəcək cəmaət görəcək. Burada yaxşını pisi də göstərirlər, Ələkbər tək xəssi də göstərirlər, iç xəbərdə polisi də göstərirlər. Kim eləyəcək şikayət görəcəksiniz, kim eləyəcək şikayət görəcəksiniz. Hələ qabaqda rəqabət görəcəksiniz, kimi sevəcək cəmaət görəcəksiniz. Yəqin olmuşuq ANS kanalda, burada bir aparıcı da var hər halda, burada bir aparıcı da var hər halda. Yusif də üzə çıxacaq finalda, efirdə bir təravət görəcəksiniz, efirdə bir təravət görəcəksiniz. Kimi sevəcək cəmaət görəcəksiniz. Çalışın ki, nuru itməsin gözünüzün, mənası daim çox olar sözünüzün. O boyda eybi qala-qala özünüzün, özgəsində qəbahət görəcəksiniz, özgəsində qəbahət görəcəksiniz. Hələ nə qədər rəqabət görəcəksiniz. Biz də edib zəlzələ söz deyəcəyik, şair üçün qurub tələ söz deyəcəyik. Cəhd eləyib biz hələ söz deyəcəyik, cəhd eləyib biz hələ söz deyəcəyik. Maraqlı istirahət görəcəksiniz, maraqlı istirahət görəcəksiniz. Kimi sevəcək cəmaət görəcəksiniz. Şairlərin sənəti var ay hacı, xüsusilə hörməti var ay hacı, ilahinin cənnəti var ay hacı. Siz ora düşsöz səadət görəcəksiniz, ora düşsöz səadət görəcəksiniz, qarşılıqlı ədavət görəcəksiniz. Mən demişəm meyxananı savadla, mənə öz Allahım verən istedadla. Bunlar disə Aydın ilə Rəşadla, qiyamətdən əlamət görəcəksiniz, qiyamətdən əlamət görəcəksiniz. Hələ qabaqda rəqabət görəcəksiniz, kimi sevəcək cəmaət görəcəksiniz. Həziyə işən fürsət düşüb əlimə, mehmanın yanına gedin təlimə. Qulaq as söz Ağa Mirzəyə Kərimə, qulaq as söz Ağa Mirzəyə Kərimə. Dübbə düz istiqamət görəcəksiniz, süzdə düz istiqamət görəcəksiniz. Kimi sevəcək cəmaət görəcəksiniz. Meyxananın şairlərdir tacları, bizimlə bir görəcəksiniz hacıları. Səhnədədir Hüseynova bacıları, dördündə də məharət görəcəksiniz, dördündə də məharət görəcəksiniz. Hələ nə qədər rəqabət görəcəksiniz, kimi sevəcək cəmaət görəcəksiniz. Mən bunların daş qoyaram daşına, yazılsın bu xalqımın yaddaşına. Mən bunların oyun açacam başına, canımız olsa səlamət görəcəksiniz, canımız olsa səlamət görəcəksiniz. Hələ qabaqda rəqabət görəcəksiniz. Mahir mənim işimə heç qarışmasın, bu Aydın da sussun heç danışmasın. Bu taza başlayan söz yarışmasın, 10 nəfərdən ibarət görəcəksiniz, 10
nəfərdən ibarət görəcəksiniz. Canımız olsa səlamət görəcəksiniz. Canımız olsa salamət görəcəksiniz. Kişi olan eylənməz qadına yaraşanı, söhbətim məndədir dadına yaraşanı, hər kəsən deyəcək adına yaraşanı, tək rəşadda rəşadət görəcəksiniz, tək rəşadda rəşadət görəcəksiniz, hələ qabaqda rəqabət görəcəksiniz, kimi sevəcək cəmaət görəcəksiniz. 10 dənə şair duracaq yan yana, bizi ayan əstə çəkəcək ekrana, hamı deyəcək bədahətən meyxana, kim deyə bilməsə əgər meyxana, kim çəkəcək xəzalət görəcəksiniz, kim çəkəcək xəzalət görəcəksiniz, də vardı cəsarət Mən də şərik görəcəksiniz. sizin arzu kanvıza, yağış yağır damcı düşür damvıza, Oxtay sizin qan utduracaq qanvıza, sizə bu gəlir zərafət görəcəksiniz, sizə bu gəlir zərafət görəcəksiniz, Sılıqlı ədavət görəcəksiniz. Sözləri hər vaxt təzə deyəcəyik biz, həm mənalı baməzə deyəcəyik biz, hər nə söz olsa üzə deyəcəyik biz, nə qeybət, nə xəyanət görəcəksiniz, nə qeybət, nə xəyanət görəcəksiniz, kimi sevəcək cəmaət görəcəksiniz, hələ qabaqda xəyanət görəcəksiniz. Siz zəif şair də olsuz eybi yox, məni ilə əl bir də olsuz eybi yox, kəramətsiz bir də olsuz eybi yox, SMS olsa kəramət görəcəksiniz, SMS olsa kəramət görəcəksiniz, hələ qabaqda rəqabət görəcəksiniz. Şair odur sözünü desin həvəslə, meyxananı dinən başqa nəfəslə, rast ki söhbət düşdü bu SMS-lə, kim eləyəcək ticarət görəcəksiniz, kimdə vardı siyasət görəcəksiniz, hələ bu İnşallah nədir yarış rəqabət olacaq ayan əstə, görəcəksiniz. İnşallah yarış olacaq ayan əstə, millət onu üçün olacaq həvəsdə, sizi elə